Hər birinizi salamlayıram. Kanalımıza və videomuza xoş gəlmisiniz. Başında da gördüyünüz kimi bugün mənə yazılan pis yorumları oxuyacağam. Görək bəziləri bizə nə yazıblar. Çox maraqlı gəldi mənə. Götürmüşəm, screenshot eləmişəm, başqa telefondan oxuyacağam. Dedim ki, belə bir video çəkməli idi. Yəni hər YouTuber çəkib. Biz də pis yorum yazanlardan biraz istifadə eləyək. Yəni sizin işiniz ancaq pis yorum yazmaqdır. Mən də ki sizə video çəkirəm, sizdən istifadə eləyirəm. Bu qədər. Nə eləsəz də həvəsdən düşən deyilmi? Dirəşməyin. Bir dənə oxuyaq nə yazıb. Pis məqsədlə yazmayanlar da ola bilər. Şəxsən deyib, qaqa jimi niyə axıra qədər eləmirsən? Yarımçıq sınavı qabağa verirsən. 10 gün dayanmadan məşq etdim adlı videoya yazıb. Belə bir şey deyim. O videoda mən jim vuranda bəzi hissələrdə telefonda heç əllərim düşməyib. İndiki mənim qollarım uzundur. Mənim üçün normal. Necə rahatdır, o cür eləyirəm. Olmalı yəni ki, çox da fərq eləmir mənim üçün. Əsas odur ki, əzələ ağrıdısa bəs eləyir. Videoya özüm də baxmışam, bunu düz yazıb. Burada sinəmi çox da əslində yerə vurmurdum da, yəni çox yerə vurmurdum bəzi hissələrdə. Tez-tez eləyirdim deyə, buna görə. Mənim iftara qədər sığınacaqda qaldım adlı videoda orada bir ifadə işləmişəm ki, mismar yoxdur, itlər yeyib falan bu cür ifadə işləmişəm. Mizah məqsədilə, zarafat məqsədilə. Bir nəfər yazıb ki, itlər mismar yeyir. Valla bilmirəm. Yəqin ki, itlər mismar yeyir də. Yaxud belə şey olar, itlər əlbəttə ki, mismar yeyir. Onu mən zarafat məqsədilə demişəm. Siz də durub yəni zarafatı ciddi başa düşüb bunu yazmışsınız ki, bura itlər mismar yeyir. Keçdik digərinə. Dolancı ilə sadə adlı video, nə videodur bunu izah edeyim. Vüsalsizliyə reaksiya vermişəm. Orada kartof alır demişəm ki, o vüsalsizli kartof alır. Çox sadə insan falan demişəm. Vüsalsizli bazarlıq edir. İlk dəfədir bazarlıq eləyən insan görürəm. Bir nəfər yazıb ki, hə, onun evinin bazarlığını sən etməzsən ki, burada nə var ki, güya başınız qaçıb sizin adi insandır bizim kimi də. Ay bambullar, vüsal da bizim kimi insandır, torpaq elə qidalanmır ki, kartof da yeyir də, estağfurullah, Allah deyir ki, sizə niyə bu qədər maraqlı gəldi görəsən. Əlbəttə ki, buna da mizah məqsədilə reaksiya vermişdim, durub bu cür bir şərh yazmışsınız. Belə bir şey deyim. Birincisi, o videonun vüsalsizli şəxsən öz səhifəsində özü paylaşıb ki, vüsalsizli çox sadə adamdır, kartof alır, nə bilim, nə eləyir. Durub onun videosunu yazmaqdansa ki, yəni sən də adi bizim kimi insansan da, niyə görə kartof alıb belə özünü sadə aparırsın ki, kartof alanda nə olur ki, gəlin mənə yazmışsınız. Mən reaksiya verən şəxsən. Yəni ki, sırf mənim işim reaksiyadır, mizah. Yəni, mizah məqsədilə reaksiya verirəm. Bu cür, zarafat məqsədli olur mənim videolarım. Çoxları ciddiyə alır, gəlib bu cür şərhlər yazır. Bir nəfər də yazıb ki, bir nəfər də yazıb. Bunlar köhnələrdir, baxın 6 ay öncə falan. Siz bir normal video, maraqlı kontent də çəkə bilmirsiniz. O qədər mövzu var. Coğrafiya, təbiət, elm, maraqlı hadisələr, yumor, normal yumor. Yox. Düşük, düşovqalıq. Hansısa xarici YouTuber reaksiya. Xaricdə doludur reaksiya YouTuberlərə. Onlar videolara reaksiya verirlər. Onlara pis nəsə deyən yoxdur. Bəlkə də var, bilmirəm. Amma izləmələrinə görə məncə onlar da pis nəsə deyən olar. Aslında hər YouTuberə, yəni hər bir YouTuberə pis yorum yazan olur. Yəni ki, bu da bəziləri üçün maraqlı kontent ola bilər. Sizə maraqlı gəlmirsə, izləməyə bilərsiniz. Blok eləyin, bir də qarşınıza çıxmayacaq. Yəni ki, əgər bu video sizin diqqətinizi çəkmədisə, gəlib bura boş-boş yorum yazmayın. Lazım deyil. Onsuz da yaxşı yorum yazanlarımız var. Enes Batur kanalı satdı adlı video çəkmişdim əvvəllər. Orada biraz bəzi məlumatlar verdim. Yəni öz bildiklərimdən, həm də ki, bəzi şeyləri araşdırdım. Biri yazıb ki, həm də başqa işlərlə məşğul olayıq. 6 ay öncəki yorumdur budur. Yəni başqa işlərlə məşğul ol deyəndə ki, mənim işim budur. İş deməyək, mənim hobbim, həvəsim var. Baxmırsansa baxma qaqaş. Kimisə məcbur demirlər ki, gəl onun videosuna bax, nə. Sən özdə gəlib bunu bura yazmağın nə bilim məntiqsizdir. Şəxsən mən bir YouTuberi istəmirəmsə, niyə görə gedim onu pisləyim? Yəni istəmirəmsə videosunu izləmərəm heç. Sən gəlib videomu da izləyib bu sözü yazmısan, ya da yorum da yazmısansa, yəni nə bilim daha. Bax, bir yazıb. Bir dənə diqqətli oxuyaq. Bildimək qaqaş. Alınmır. Bir nəfər reaksiya kanalı açandan sonra hamı açır. Başqa kontent kanalı açsaz daha qəşəng olar. Mən bir il bundan qabaq YouTube başlamışam. İlk videom 2 video adlı video olub. Onu da elə belə çəkmişdim. İkinci videom mənim reaksiya olub. Özdə reaksiya vermirdim belə. Onu o tipli çəkmişdim amma. Onda məncə Azərbaycanda elə Fərəc də çox tanınmırdı. Reaksiya kanalları yox idi, az idi. İndi hal-hazırda YouTube inkişaf eləyib deyə reaksiya kanalları da artıb. Yəni birinci yerdə reaksiyada Fərəcdir.
Reki Aliyev var, Maqamed Orucov var idi sonra. Yəni belə deyim ki, reaksiya mənim çox sevdiyim bir kontentdir. Yəni mən ancaq belə bacarıram, bunu bacarıram. Ayrı video da çəkərəm hətta kanalımda var qardaş. Əgər bu videoya baxırsansa kanalıma bir göz at, orada fərqli videolar da taparsın. Əsas tema, əsas 5 il öncəki şəx gəlib özü fake səhifə ilə falan. Dünənki uşaqsan da bax videonu 1 dəqiqə 20 saniyə izləyib, hələ gəlib şərh də yazır. 1 dəqiqə 20 saniyə mənim üçün böyük bir rəqəm deməkdir. Çünki əvvəl videolarımı qısa eləyirdim, 8 dəqiqə falan. Deyən nə yazıb bu? Dünənki uşaqsan da səndə ağzından süd gəlir, danışır, indi danışır ki 40 yaşı var. Dünənki uşağam, mən də böyüyəcəm, yəni 40 yaşım olacaq da. Ki mən 40 yaşım oldu, video çəkib reaksiya verməyəcəm. 40 yaşım oldu, gəlib yazarsan ki, dünənki uşaqsan da. Demək istəyirəm ki, reaksiya vermək, reaksiya çəkmək, kimisə tənqid eləmək, təhqir deməyim, tənqid eləmək, yəni reaksiyanı bildirmək pislərə falan, o uşaqlıq deyil. O mənim öz fikrimdir, bildirirəm, izləyicilərin də xoşuna gəlir, izləyir. Hətta sən belə izləmisən. 1 dəqiqə 20 saniyə mənim videomu izləmisən. Yəni fikrimi demək istədim də, yəni ağlıma keçəni demək istədim. Nə ki, bunlar hamısı paxıllıqdan yazılan sözlərdir, bu qədər. Orada danışdım ki, telefon da dondu deyə. Bax, yenə gəldi vüsatçılıq temasına, o kartof alır, paylaşıb səhifəsində üstündə yazıb vüsatçılıq kartof alır, çox sadə insan falan. Bunu yazıb. Yaxşı eləyir. Sənə nə? Sənin pulunla edir. Götürəcək sənət tap, kişi kimi pul qazan. Onu bunu lağa qoyub reytinq yığma. Buna belə bir şey deyim. Əlbəttə ki, mənə nə? Mənə maraqlı deyil nə edir, nə eləmir. Sadəcə mən reaksiya verirəm. Bunu deyim. Xarici kanallar var. Şəxsən reaksiya Türkiyədə doludur reaksiya kanalı. Lap belə söyürlər, təhqir də, tənqid də eləyirlər. Cəmaət onların tənqidlərinə, təhqirlərinə hörmətlə yanaşırlar. Bilmirəm necə olur. Gəlirsən, video çəkirsən, söyürsüz falan reaksiya verirsən sadəcə gülmək üçün. Gəlib belə bir yorum yazırlar. Yəni ki, istər-istəməz nə bilməyə. Bu necə olur? Reytinq yığma deyir özü. Yəni mən reytinq yığmıram. Belə ki, öz çəkdiyim videolarda olub. Məsəl üçün, reaksiyadan əlavə o qədər video çəkmişəm. Heç onlardan yəni reytinq falan yığmamışam ki, özü də burada kişi kimi pul qazan demirsən, yəni pulumuzu da qazanırıq, özü də burada mən pul qazanmıram. 1 qəpik də qazanmamışam. Bir nəfər yazıb, 2 ay öncə yazıb, özü də təzə deyil, nə qədər boş-boş danışırsan, yəni. Boş danışıram, sən də baxma videoya. Əlbəttə ki, bax, danışıram, sən heç baxırsan videoya, boş danışıramsa. Baxma danışığıma, baxma üzümə, niyə baxırsan? Gec işinlə məşğul ol. Mən məcbur kimisə demirlər ki, gəl otur bu videoya bax. Nə qədər deyim mən bu sözü? Əsəbləşdim. Deyən bir paxıl yazıb, bir paxıl. Fu, çox şeylər sənin bu etdiklərini. Nə deyir bu? Fu, çox şeylər sənin bu etdiklərini. Çox mənasız şeylərdir. Bunlar başım bırax getsin. O sən dedin. Həvəsim çox pis oldu. Elə yaxşı ki dedin. Mən inanmazdım ki, mənim bu etdiklərim çox mənasızdır. Dostlar, bu arada bu son videomuzdur. Belə bir şərh yazıblar bizə. Çox pis həvəsdən öldürdü məni. Hə, sən gəl bu şərhi buraya yazıb, məni həvəsdən öldürəcəyi sanırsan, yəni. Çox mənasızdır, mənim üçün mənası var. Mən özüm üçün çəkirəm, məni izləyənlər üçün çəkirəm. Baxma da, baxma, nə məcburdur axı. Kitab oxuyursan, oxumursansa get oxu. Bu gic videolarla vaxtını xərcləmə. Hansı gic video? Gic video dediyin. Sən mənim ilk videolardan bax. Düzdür, ilk videolarda heç danışmırdım belə. 10 minlərlə izlənmə alırdım. İlk videolarda da belə deyim 10 minlərlə izlənmə alırdım. İndi izləmələrim düşür. Səbəbini də bilmirəm. Kitab oxuyursan yazmısan. Kitab oxuyurdum. 9-a kimi oxudum. Hal-hazırda kollec oxuyuram. Sənə indi izah edirəm də mən burada. Oxumursansa get oxu. O mənim öz fikrimdir. Ən azından izləyicilərim məndən video gözləyir. Onlar üçün video hazırlayıram. Kitab oxumağa hazırda nə edirəm ki? Ölkəmizdə televiziya əfsanələri adlı videoda 24-cü hissədə necə eləmişəm? Reaksiya vermişəm. Yəni full reaksiya vermişəm orada. Bir nəfər yazıb ki, bu qardaş danışır, özü baxır, görəsən. Əlbəttə ki, özü baxır deyəndə ki, maraq üçün, gülmək üçün baxıram bu televiziya əfsanələrinə. Necə deyim, efirlərdə olan baş vermiş gülməli hadisələrə gülmək üçün baxıram. Çox ləzzət eləyir. İnsan baxıb gülür də, yəni belə sırf izləyicisi falan deyiləm. Danışmasa bundan yaxşı olar. Əgər tam versiyasına baxmaq istəyirsənsə, sadəcə üstə televiziya əfsanələri yaz, başqa kanallar da paylaşıb, yəni. Mənim reaksiyamı xoşlamırsansa baxma buna. Baxma, məcbur deyil, vallahi məcbur deyil. Özü gəlib bu yorumu yazmağın da heç biri düzgün deyil. Belə ki, mənə pis yazanlar yorum yazırsınız, şərh yazırsınız, mənə dəstək vermiş olursunuz. Bunu yadda saxlayın. Bu arada atıma siqaret çəkirəm, dedim döyüldüm adlı video çəkmişəm.
O videoyu bir nəfər yazmış ki, qaqa o sənin atan deyil. Mən kanalımda qurma video yoxdur. Qurma video çəkməmişəm kanalda. Atama siqaret çəkirəm demişəm. Videoda demişəm. Axşam gəlib yəni heç yadına da düşməyib. İnanır ki, mən də çəkən deyiləm falan yazışmalarından şübhələnə bilərsiniz. Bir dənə o videonu izləsəz dəqiq bilərsiniz ki, nədən söhbət gedir. Özəki qardaş, həqiqətən deyirəm, mən qurma video falan çəkmirəm. Yəni ki, bilmirəm sən nə düşünürsən. Kanalımda bir dənə də qurma video yoxdur. 1 manatlıq vs 100.000 manatlıq mənzərə çəkmişəm. Çox möhtəşəm bir video olub, izləyə bilərsiniz. Ən xoşuma gələn videolardan biridir. Bekar adam səni, səy videolar, 100 minlik mənzərə, yox 1. Bekar adam gedib o videonu çəkmir. Düzdür, çox güclü bir video alındıra bilməsəm də, keyfiyyətsiz olsa da mənzərələr çox super idi. 1 manatlıq mənzərə zibillik olub, 100 mindəki qəşəng gəzməli yer olub. Yəni ki, həqiqətən 100 manat dəyəri var idi. Özdə videoda izlənmək üçün mən də YouTuberlərdən, yəni necə deyim, örnək alıram. Şəxsən 100 minlik dedim ki, o əsl real qiyməti 100 mindir. 100 minlik dedim, elə belə deyirəm ki, yəni gəzməli mənzərədir. Başa düşdünüz? 1 manatlıqdır ki, zibillikdir. Yəni ki, belə uyğunlaşdırıb yazıram da, siz də bilmirəm nə cür ciddi anlamısınız, ciddi anlamamısınız. Onu bilirəm ki, yəni ki, siz yazaraq sadəcə mənə dəstək vermiş olursunuz. Mən də deyib sizin yazdıqlarınızla video çəkirəm. Çox gözəl, çox gözəl. Bir videomuzun da sonuna gəldik. O 15 dəqiqəlik video alındı. Montaj eləyəcəm. Azalacaq yəni. Hərdəsə 13 dəqiqə falan düşər. Videonu bəyənib kanalımıza abunə olmağı yaddan çıxarmayın. Məncə çox qəşəng bir video oldu. Mən də bu video fikrini verən şəxsə çox təşəkkürlərimi bildirirəm ki, belə bir video çəkim. Çəkəcəydim əslində, sadəcə yadımda deyildi. Yadımda deyildi ki, pis şərhləri gözləyirdim də, pis şərhi gözləyirdim ki, bir dənə qəşəng reaksiya verim. Mən də prim kasaqda cəmaət adından. Gəlin videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz. İnşallah bomba videolar gələcək yaxında. Ağlımda. O bura vurursan, çox yumuşaqdır, adamın beyni ağrıyır, beynini çağırır. Nəysə, öndə like atıb kanalımıza abunə olun, çox qəşəng videolar gələcək. Bildirişləri açın. Açmamışsınız, bildirişləri açın. Sona qədər də izləmişsinizsə şərhlərdə yazın ki, mən sona qədər izlədim. Bu qədər. Sağ olun, sevilirsiniz.